Sizi sağlamlıq rubrikamızda salamlayırıq. Yaxşı əhval-ruhiyyə sağlam bədəndən başlayır. Mən Sona sizə kömək edəcək faydalı məsləhətləri bölüşəcəyəm. Süleymanın məsəlləri 14:30-da yazılıb. Ürəyin rahatlığı cana həyat verər. Baxıllıqsa sümükləri çürüdər. Salam əziz dinləyicilər. Bugünkü podkastımızda hər birimizin sevimlisi olan fıstıqdan danışacağıq. Amma bu dəfə fıstığa biraz fərqli, daha elmi və tarixi nöqteyi nəzərdən yanaşacağıq. Bilirdinizmi ki, fıstıq əslində qoz deyil, paxlalı bitkidir. Və ya fıstığın dünyada ən çox istehsal olunduğu ölkə Çindir. Həm də fıstıq kosmosda astronavtların qidası üçün də seçilmişdir. Fıstığın tarixi çox qədimidir. Arxeoloji tapıntılar göstərir ki, İnsanlar fıstığı ilk dəfə Peruda becərməyə başlayıblar. Daha sonra fıstıq Cənubi Amerikadan bütün dünyaya yayılıb. Qədim Misirdə fıstıq hörmət əlaməti sayılırdı və fironların məzarlarında tapılırdı. Orta əsrlərdə isə fıstıq əsasən heyvan yemi kimi istifadə olunurdu. Ancaq zamanla fıstığın faydaları kəşf olundu və insanlar tərəfindən geniş şəkildə istehlak edilməyə başlandı. İndi isə gəlin bu möhtəşəm qidanın müsbət və mənfi cəhətlərinə nəzər salaq. Onun ilk müsbət xüsusiyyəti ondan ibarətdir ki, o zülal mənbəyidir. Fıstıq əzələlərin və ümumi sağlamlığın qorunması üçün vacib olan yüksək keyfiyyətli zülal mənbəyidir. Xüsusilə vegetarian və veganlar üçün əvəz olunmazdır. İkinci, onda sağlam yağlar var. Tərkibindəki doymamış yağlar ürək-damar sağlamlığını qoruyur, xolesterolu aşağı salır və iltihabı azaldır. 3. O liflə zəngindir. Həzmi yaxşılaşdırır, qəbzliyin qarşısını alır və qanda şəkərin səviyyəsini tənzimləyir. 4. O vitamin və minerallar mənbəyidir. E vitamini, maqnezium, fosfor, kalium və B vitaminləri ilə zəngindir. Bu vitamin və minerallar enerji istehsalı, sinir sistemi və sümük sağlamlığı üçün çox vacibdir. 5. Onda antioksidantlar var. Fıstıq orqanizmi sərbəst radikalların zərərindən qoruyan antioksidantlarla zəngindir. Bu, xroniki xəstəliklərinin riskini azaltmağa kömək edir və sonuncu doyumluq hissi verir. Yüksək zülal və lif tərkibi sayəsində uzun müddət toxluq hissi verir. Bu da arıqlamağa kömək edə bilər. Bununla yanaşı gəlin bir neçə mənfi xüsusiyyətlərində nəzər salaq. 1. Allergiya riski. Fıstıq ən çox yayılmış allergiyalardan biridir. Allergiyası olan insanlar üçün həyati təhlükə yarada bilər. 2. Onun kalorisi yüksəkdir. Fıstıq yüksək kalorili qidadır. Həddindən artıq istehlakı çəki artımına səbəb ola bilər. 3. Aflatoksin riski. Yanlış saxlanma şəraitində fıstıqda aflatoksin adlı zərərli maddələr əmələ gələ bilər. Bu maddələr qaraciyər üçün zərərlidir. 4. Natrium tərkibi var. Bəzi fıstıq məhsulları yüksək miqdarda natrium, yəni duz ehtiva edir ki, bu da yüksək qan təzyiqi olan insanlar üçün zərərli ola bilər. Və 5. Həzm problemləri. Həddindən artıq istehlakı bəzi insanlarda şişkinlik, qaz və ya mədə ağrısına səbəb ola bilər. Beləliklə, fıstıq həm dadlı, həm də faydalı bir qidadır. Ancaq istehlakda həddi aşmamaq və allergiyası olan insanların diqqətli olması çox vacibdir. Düzgün miqdarda və keyfiyyətli fıstıq sağlamlığınız üçün bir çox fayda təmin edə bilər. Diqqətiniz üçün təşəkkür edirəm. Növbəti podkastımızda görüşənədək hər zaman sağlam qalın.